Dünya bugün qədim mətinlərdə və hədislərdə axır zaman olaraq bildirilən dövrün ən sarsıdıcı hadisələrindən birinə şahidlik edir. Jeffrey Epstein hadisəsi sadəcə fərdi bir cinayət işi deyildir. Kökləri dərində olan, insanlığı mənəvi cəhətdən məhv etməyi hədəfləyən qlobal bir şəbəkənin ifşasıdır. Bu şəbəkənin mərkəzində dünya siyasətini pərdə arxasından idarə edən bir üst ağıl olan İngilis dərin dövləti və onun ən qaranlıq əməliyyat hüceyrəsi olan Qara Klan dayanır. Bu struktur dəccaliyyət sisteminin yer üzündəki cismani təmsilçisidir. Epsteinin adasında görünən azğınlıqların və vicdanları donduran əməllərin təməlində dünyaya qəbul etdirilən darvinist materyalist fəlsəfə dayanır. İnsanı təsadüfən yaranmış, təkmilləşmiş heyvan kimi görən, həyatı bir mübarizə meydanı hesab edən bu düşüncə Allah qorxusunu insanların qəlbindən sökərək hər cür əxlaqsızlığı qanuni hala gətirmişdir. Ateizmin gətirdiyi mənəvi boşluq bu şər ocaqlarının insanları kölə etmək üçün istifadə etdiyi ən böyük silahdır. Qara Klan xüsusilə dövlət adamlarını, elm adamlarını və sənət adamlarını nəzarət altında saxlamaq üçün Epstein kimi fiqurları vasitəçi olaraq istifadə etmişdir. Qurulan bu sistem Dəccal fitnəsinin bir tələbi olaraq saxta bir cənnət vədi ilə insanları özünə çəkir. Ardınca isə şantaj kasetləri ilə onları bir oyuncağa çevirir. Dövrümüzdəki hadisələr göstərir ki, bu quruluş öz cinayətlərini gizlətmək üçün diqqəti başqa tərəfə çəkir. Pedofiliya şəbəkələrini idarə edən əsl günahkarlar azad gəzdiyi halda bu rəzalətləri ifşa edənlərin sosial şəbəkələrdə fəaliyyətinə mane olunması tipik bir dəccal taktikasıdır. Bu yolla cəmiyyətin diqqəti dağıdılır və əsl cinayət mərkəzləri gizlədilir. Lakin Allahın vədi üzrə bu qaranlıq dairələrin qurduğu hiləgər düzənlər sonunda öz başlarına yıxılacaqdır. Epstein hadisəsi ilə simvollaşan bu böyük mənəvi çöküş əslində mənəvi bir doğumun sancısıdır. Hədislərdə xəbər verilən əxlaqsızlığın artması və zülmün hər yanı bürüməsi kimi əlamətlər Dəccal sisteminin artıq sona çatdığını sübut edir. Epstein kimi strukturların dünya üzərindəki təsirini qırmağın tək yolu iman edənlərin birləşməsi və bu qaranlıq mərkəzlərə qarşı ortaq bir elmi mübarizə aparmasıdır. Darvinizmin elmi olaraq məhv edilməsi Dəccalın qalasının yıxılması deməkdir. Çünki Dəccal öz gücünü ateizmdən alır. Ateizm bitdiyində Epsteinin arxasındakı ideologiya da yox olub gedəcəkdir.